Esselamu Aleyküm izləyicilər. Arkada gördüyümüz bina inşallah gələcəkdə məscid olacaq. Bizə ilk növbədə bir dizayner lazımdır, güclü. Həmçinin siz də məscidə maddi dəstək ola bilərsiniz. Maşallah qardaşlar buranı tərtəmiz təmizləyirlər. Bismillah, fəhlələri. Bismillah. Burası məscidin içərisidir. Maşallah çok genişdir içərisi. O birisi otağa baxaq. Daha ikinci mətbəyə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyib ki, kim Allah üçün bir məscid tikərsə, Allah da onun üçün cənnətdə buna bənzər bir ev tikər. Bunlar da mənim müsəlman qardaşlarımdır. Məscid hazır olanda biz də bir yerdə namaz qılacaq. Assalamu aleykum.